Dəyərli izləyicilərimiz, mən sizə bugün növbəti pasiyentimizi təqdim etmək istəyirəm. Sevda xanım bizim neonatologiya şöbəsinin tibb bacısı vəzifəsində çalışır və çoxdövrlü hamiləlik diaqnozu ilə bizim şöbəmizdə 8 ay təqib etmişik. 8-ci ayda dölyanı suların vaxtının əvvəl getməsi ilə əlaqədar keysəriyyə əməliyyatı icra olunmuşdur və 2 oğlumuz doğulmuşdur. Biri 1715 qram ağırlığında, 48 santim boyunda, digər uşağımız isə 1715 qram çəkidə və 46 santim boyunda doğulmuşdur. Hər ikisi sağlamdır. Xəstəxanada doğuşdan sonra 6 gün qalıblar. Yəni küvez və sipapdan istifadə olunmayıb. Həkimlərimizin köməyi nəticəsində hər iki uşaq boyun sağlam şəkildə anası ilə bərabər evə yazılır. Bu gün Sevda xanımı biz Gömrük Hospitalı kollektivi adından təbrik eləyirik. Hər iki uşağınızla sağ-salamat evə gedəsiniz. Gözəl uşaqlar analatalı böyüsünlər. Yəni ki, uşaqları biraz böyüdün, sonra yenə də öz kollektivimizə qayıtmağınızı səbirsizlik gözləyirik. Çox sağ olun, çox sağ olun. Mərkəzi Gömrük Hospitalının doğum şöbəsinin həkimi Aygün Sadıqova dekabr ayının 10-u 2025-ci il tarixdə bizim şöbənin tibb bacısı Sevda xanımın 32 həftəlik ikiz uşaqları dünyaya gəldi keysəriyyə kəsiyi əməliyyatı ilə. Uşaqlar doğulandan ağladılar, vəziyyətləri stabil idi, oksigen ehtiyacları minimal oldu. Az bir zamanda minimal olaraq qidalanmaya, ağızdan qidalanmaya, ana südündən qidalanmaya başladıq. Və ilkin neonatal dövrü, erkən neonatal dövrü, adaptasiya dövrünü rahat keçirdilər. Hal-hazırda vəziyyətləri stabildir, ana südü qəbul edirlər, əmmələri aktivdir, parenteral qidalanmaları yoxdur, kiloları qənaətbəxşdir, evə yazmaq üçün uyğundurlar. Hal-hazırda uşaqları sağlam vəziyyətdə, anaya uyğun uşağa qulluq və əmizdirmə haqqında məlumatlar verilmiş şəkildə sağlam vəziyyətdə evə yola salınır.